Salam, hər vaxtınız xeyir, xoş olsun əziz xalqımız, əziz təqibçilərim. Buradan hər birinizi salamlayır, hər birinizi Allah'tan uzun ömür, dünyada ən gözəl nemət olan can sağlığı arzu edirəm. Allah'ın verdiği ömrü, Allah istədiyi kimi yaşamağı Allah hər birinizə nəsib eləsin inşallah. Bugünkü mövzuda mən sizə bir elədiyimiz, bıraktığımız səhv haqqında danışmaq istəyirəm. Sona qədər dinləyin, yəqin ki, mənimlə razılaşarsınız. Bəzən olur ki, bizə bəddua eləyən insanların dualarına amin deyirik, heç özümüzün də xəbərimiz olmur. Gecəsini də mən sizə deyəcəm. Məsələn, səhər dururuq, hər birimiz evdən çıxırıq, işimizin, gücümüzün dalından gedirik. Şimdi hər kəs də bizi istəmir, istəyən də var, istəməyən də var. Bizi istəməyənlər, gözü götürməyən insanlar, məsələn, yəni deyirəm, arxamızdan deyir ki, səni heç sağ geç salamat qayıt. Biz də deyirik ki, Allah hamıya arzusuna çatdırsın. Allah hər kəs arzusuna çatdırsın. Görürsünüzmü? Bizə bəddua eləyən insanların dualarına amin demiş olur. Ona görə də bu yanlış fikirdir ki, Allah hər kəs arzusuna çatdırsın. Allah pis insanları heç arzusuna çatdırmasın. O insanları Allah arzusuna çatdırsın ki, onun qəlbində Allah sevgisi var. İnsanlara, xalqına, elinə, obasına, qonumuna, qonşusuna xoş günlər arzu edir. Onların sağlam, azad, xoşbəxt yaşamağını istəyir, içində də özünü. Allah o insanları arzularına çatdırsın. İndi məni başa düşdünüzmü mən nə demək istəyirəm? Ona görə də çalışaq, o deyirik ağzından çıxanı kulağını eşidir. Heç olmasa öz dediğimiz özümüz başa düşək ki, nə demək istəyirik, nəyə amin deyirik. Şimdi mən öz fikrimi buradan sizə şeirlərimlə çatdıracağım, buyurun dinləyin. Arzumdur bir dənə cahil qalmasın, bütün insanları hidayət olsun. Bir Allah şahiddir, mən istəmirəm dünyada bir dənə cinayət olsun. Əl açaq, Allah'tan hər kəs istəsin. Çağıraq zamanın sahibi gəlsin. Nə kimsə kimsənin haqqına girsin, nə kimdən kiməsə şikayət olsun. İnsan yaranıbdır gəlib getməyə, söz də bir incidir sapa düzməyə. Hər şeyi dərk edib başa düşməyə, ilhamın bu sözü kifayət olsun. İlhamın bu sözü kifayət olsun. Sizin fikirləriniz mənim üçün çox önəmlidir. Fikirlərinizi rəy bölümündə yazarsınız inşallah.